Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və salamu alə Rasulillah və alə alihi və sahbihi və mən valah və ba'd. Dəyərli müsəlmanlar, sizlərə Qədirxum hadisəsinin mahiyyəti barədə söhbət açmaq istəyirəm. Bəziləri bu hadisəni fərqli istiqamətlərə yönəldir və bunu bir bayram hesab edirlər. Bəs əslində nə baş verib orada? Gəlin əvvəlcə Qədirxum sözünün mənasını anlamağa, dərk etməyə çalışaq. Görək nə baş verib orada. Qədirxum deyilən yer Cuhfə məntəqəsində yerləşən su vadisinin adıdır. Allah Rəsulü sallallahu aleyhi və səlləm hicrətin 10-cu ilində Xalid ibn-i Valid radiyallahu anhunu Yəmənə göndərir ki, onları İslam dininə dəvət etsin. Xalid ibn-i Valid gedir Yəmənə və orada insanların təpkisi ilə qarşılaşır. Döyüş baş verir və o qalib gəlir və qənimətlər əldə edir. Xəbər göndərir Peyğəmbər sallallahu aleyhi və səlləmə ki, bəs döyüş baş verdi və biz qənimətlər əldə etmişik. Adam göndər ki, qəniməti 5 yerə bölsün. Çünki 5də 1 Peyğəmbər sallallahu aleyhi və səlləmə və digərlərinə çatmalı idi. Digər hissələr də mücahidlərin arasında bölünüb paylanmalı idi. Quran-ı Kərimdə bilirsiniz, Əl-Ənfal surəsinin 41-ci ayəsində Uca Allah buyurur ki, وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ Bilin ki, ələ keçirdiyiniz qənimətlərin 5də 1-i Allaha, onun elçisinə, onun əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur. Peyğəmbər sallallahu aleyhi və səlləm də bu missiyanı yerinə yetirmək üçün kimi göndərir? Sağlığında ikən cənnətlə müjdələnmiş İmam Ali ibn Əbu Talib radiyallahu anhunu. Gedir Yəmənə Əli radiyallahu anhu və qəniməti 5 hissəyə bölür. 4 hissəni, yəni qənimətin 80%-ni verir İslam ordusuna, mücahidlərə, döyüşdə iştirak etmiş kəslərə. 5də 1 hissəsini isə aparıb verməlidir kimə? Peyğəmbər sallallahu aleyhi və səlləmə. O da onu ayədə deyildiyi kimi 5 hissəyə bölüb paylamalı idi. 4% Peyğəmbərə, sallallahu aleyhi ve sellem 4% əhl-i beytə, 4% yetimlərə, 4% kasıblara və 4% də müsafirlərə. Peyğəmbər sallallahu aleyhi ve sellem də Ali radiyallahu anh'a göstəriş vermişdi ki, işini yekunlaşdırdıqdan sonra Məkkəyə getsin. Demək, Peyğəmbər sallallahu aleyhi ve sellem Mədinədə idi, Xalid ibn Validi göndərir Yəmənə, Ali radiyallahu anh'a da buyurur ki, qənimətləri gedib Yəməndə bölsün, sonra Məkkəyə getsin, həcc ziyarəti üçün. Peyğəmbər sallallahu aleyhi və səlləm də Mədinədən Məkkəyə gəlir həcc ziyarətinə. Orada görüşməlidirlər Məkkədə. Nə baş verir? Demək, Əli radiyallahu anhu qənimətin 5də 1-ni götürdükdən sonra, ayırdıqdan sonra, onun içərisindən bir cariyəni özünə götürür. Qənimət deyildikdə, buna həm pul daxildir, qızıl gümüş, həm dəvələr, qoyunlar, silah-sursat və həm də əsirlər. Ali radiyallahu anhu da cariyəni götürür və aparır öz çadırına. Xalid ibn Valid və Bureydə radiyallahu anhuma bunu eşidib narazılıq eləyirlər ki, bu düzgün deyil. Əslində o, götürüb qəniməti aparmalıdır Peyğəmbər sallallahu aleyhi ve səlləmin yanına, o onu bölməlidir və ona nə çatırsa onu götürməlidir. Bölgü olmadan, baş vermədən, qənimətdən nəyəsə götürmək olmaz. Etiraz eləyirlər. Bureydə Peyğəmbər sallallahu aleyhi ve sellem həcc ziyarətinə çıxmamışdan öncə gəlir Mədinəyə. Peyğəmbər sallallahu aleyhi ve sellemə xəbər verir ki, bəs Əli radiyallahu anhu belə-belə elədi. Peyğəmbər sallallahu aleyhi ve sellem ona məhəl qoymur. Yenə gəlir Bureydə ikinci dəfə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ey Allahın Rəsulu, Əli belə-belə elədi. Hədis Buxaridədir, səhih hədisdir. Peyğəmbər sallallahu aleyhi ve sellem yenə ona əhəmiyyət vermir. Üçüncü dəfə gəlir, yenə deyir ki, ey Allahın Rəsulu, Əli belə-belə elədi. Bu zaman Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki,
Məgər bilmirsən ki, Əliyə 5də 1-dən daha çox düşür? Burayı da artıq məsələni anlayır və axtardığı sualın cavabını tapır və susur. Demək, Peyğəmbər sallallahu aleyhi ve selləm İmam Əli radiyallahu anhuya haqq qazandırır ki, bu onun haqqıdır və öz haqqını götürüb. Demək, burayı da üçün məsələ aydın olur Mədinədə. Gəlib soruşur, cavabını da alır. Əli radiyallahu anhu Yəməndən gedir Məkkəyə həcc ziyarətinə. Məkkədə Peyğəmbər sallallahu aleyhi və səlləmlə görüşməli idilər. Yəməndən həcc ziyarətinə çıxanlara üst tutur Əli radiyallahu anhu və buyurur ki, siz məndən qabaq gedin, mən də sizə gəlib çatacağam. Onlar da yola çıxırlar. Onlara da bir əmir təyin eləyir və tapşırır ki, apardığınız dəvələrə minməyin. Çünki bunları Peyğəmbər sallallahu aleyhi ve səlləm bölüb hədiyyə paylayacaq. Cəmaət gedir, yolda Əli radiyallahu anhu gəlib onlara çatır və görür ki, adamlar dəvələrə miniblər. Gəlir və qrup rəhbərinə, əmirə acıqlanır, etirazını bildirir ki, axı mən sizə dedim ki, dəvələrə minməyin, niyə minmisiniz? Onlar da narazılıq eləyirlər ki, bəs niyə bizimlə belə rəftar eləyirsən? Bizi sıxışdırırsan. Həmin vaxt Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinədə idi, Beyhəqi rəvayət eləyib, hədisi səhihdir, hədis. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkəyə yola düşür. Demək, Yəməndən gələnlər də Məkkəyə gəlirlər, Peyğəmbər sallallahu aleyhi və səlləm də Mədinədən Məkkəyə gəlir. Yəməndən gələn həmin o qrup gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmə şikayət eləyirlər ki, bəs Əli bizi sıxışdırdı, bizi qoymadı ki, dəvələrə minək, rahat gələk. Sonra da biz mindik, gəlib bizi danladı ki, niyə minmisiniz? Demək, Yəməndən gələnlər gəlib Peyğəmbər sallallahu aleyhi və səlləmə İmam Əli radiyallahu anhunun etdiklərindən şikayət eləyirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm də onlara nə cavab verir? Buyurur ki, Əli düz eləyib, yaxşı eləyib. Demək, Peyğəmbər sallallahu aleyhi və səlləm Əlinin səhv etmədiyini, düz etdiyini bəyan eləyir. Hər iki məsələdə həm cariyənin özünə götürməsini müdafiə eləyir, həm də dəvələrə minməyə icazə verməməsini doğru sayır. Bu məsələ aydın oldu. Hər iki hədis səhihdir. Birincisi Buxarinin səhih əsərindədir, ikincisi də Beyhəqidən rəvayət olunub, bu da səhih hədisdir. Qədirxum məsələsini anlamaq üçün gərək bu məsələni əvvəlcə bilmək lazımdır ki, nələr baş vermişdi. Demək, bu məsələdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm həcc ziyarətinə başlayır. Ziyarətini bitirib Mədinə şəhərinə yola düşür. Məkkə ilə Mədinə arasındakı təxminən məsafə bilirsiniz, 430 kilometr məsafədir təxminən. Bu 430 kilometri o zaman insanlar dəvələrlə və piyada təxminən 7-10 günə qət edirdilər. Sürətindən asılı olaraq, bəziləri 7, bəziləri 10, biraz daha gec, biraz daha tez, təxminən 7-10 günə qət edirdilər. Və adətən o zamanlar gecələr səfərə çıxırdılar, gecələr yola düşürdülər. Gündüzlər isti vaxtda isə həm özləri, həm də dəvələr dincəlirdilər. Əsrdən sonra axşamçağı, axşamüstü vaxtı adətən yola düşürdülər, sübh namazına qədər yol gedirdilər. Yolda dayanıb namazlarını qılıb yenə yollarını davam edirdilər. Və beləcə 7-10 günə gəlib Məkkədən Mədinəyə çatırdılar. Peyğəmbər sallallahu aleyhi və səlləm də həcc ziyarətini bitirib yola düşür. Hara? Məkkədən Mədinəyə. Həcc ziyarəti nə zaman tamamlanır? Zilhiccə ayının 13-ü. Demək, Peyğəmbər sallallahu aleyhi və səlləm Zilhiccənin 13-ü Mədinəyə yola düşür. Və Qadir Xum deyilən yerə gəlib çatır. Qadir Xum Məkkə ilə Mədinə şəhərlərinin arasında yerləşir və Məkkədən təxminən 270 kilometr aralıqda yerləşir. Mədinədən də təxminən bir 160 kilometr aralıqda yerləşir Qadir Xum. Zilhiccə ayının 18-ci günü Peyğəmbər sallallahu aleyhi və səlləm gəlib Qadir Xuma çatır. Demək, 5 gün getdikdən sonra gəlib çatır Qadir Xuma. Artıq Mədinəyə az bir məsafə qalıb. Peyğəmbər sallallahu aleyhi və səlləmlə birlikdə olanlar kimlər idi? Mədinə və onun ətrafında yaşayanlar. Çünki Yəmən Məkkənin cənubunda yerləşir. Mədinə şimalında. Yəmən əhli artıq öz məskənlərinə gedib, İraq əhli öz məmləkətlərinə gedib, Mədinə əhli də Mədinəyə doğru şimala gedirlər. Bu vaxt Peyğəmbər sallallahu aleyhi və səlləm artıq Mədinəyə yaxınlaşmışdı və Əli radiyallahu anhu barədə danışmağın uyğun olduğunu görür. Çünki həcc ziyarəti vaxtı Məkkəlilər, İraqlılar, Taiflilər və başqalarının yanında bu barədə danışmamışdı. Ərafatda bütün həcc ziyarətinə gedənlər bir yerdə olarkən bu barədə danışmır. Muzdəlifədə hamısı həcc ziyarətində olanda danışmır. Minada bir neçə gün qalırlar, orada da danışmır.
Nə vaxt danışır? Artıq ziyarət bitib, hamı öz məmləkətlərinə üz tutub. Peyğəmbər sallallahu əleyhi və səlləm də Mədinə əhli ilə birlikdə Mədinəyə yaxınlaşır və burada dincələn vaxtı, Qədirxum adlanan yerdə dincələndə söhbəti açıb danışır. Niyə? Çünki bu özəl bir mövzu idi. Hamıya aid bir mövzu olsaydı elə Ərafatda danışardı. Hamı üçün olsaydı, nə Ərafatda, Müzdəlifədə ya Minada, yəni həcc vaxtı hamının önündə danışılardı bu söhbət. Öz yaxınlarının yanında danışır və buyurur ki, sizə iki şeyi buraxıb gedirəm. İki şeyi sizə tapşırıb gedirəm. Allahın kitabı və əhl-i beytim. Bunlardan yapışsanız əsla yolunuzu azmazsınız əlavəsi səhih deyil. Səhih olan budur. Sizə iki şeyi tapşırıram, iki şeyi buraxıb gedirəm. Allahın kitabı və əhl-i beytim. Çünki bu hədisdə sünnə qeyd olunmur. Ayrı bir yerdə sünnədə, Quran və sünnədə qeyd olunur. Bu məqamda Allahın kitabı xatırlanır və əhl-i beytin məqamının özəlliyi qeyd olunur. Xüsusən də Əli radiyallahu anhunun məqamı bu hədisdə qeyd olunur. Sonra Zeyd ibn Arqam radiyallahu anhu deyir ki, başqa hədislərdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Quran-ı Kərim barədə danışdı. Daha sonra buyurdu ki, sizə əhl-i beytimi xatırladıram. Sizə əhl-i beytimi xatırladıram. Əhl-i beytin də ən əsas siması kim idi? İmam Əli ibn Əbu Talib radiyallahu anhu. Yəni insanlara Əli radiyallahu anhu barədə artıq əski danışmağı qadağan edir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Ona görə də hər bir möminin əqidəsi bu olmalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləmin əhl-i beytini sevmək və onlar barədə artıq əski danışmamaq. Bunu bizlərə əmr edib Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Səhih hədisdir. Müslimin səhih əsərində gəlir. Sonra gəlib Zeyd ibn Arqam radiyallahu anhdan soruşurlar ki, kim idi Peyğəmbər sallallahu aleyhi və səlləmin əhl-i beyti? Kimdir? Deyir ki, əhl-i beyt o kəslərdir ki, onlara sədəqə vermək qadağan olunub. Kimdir əhl-i beyt? Əli radiyallahu anhu və onun ailəsi, Əlinin qardaşı Aqil və onun ailəsi, Əli radiyallahu anh digər qardaşı Cəfər Tayyar və onun ailəsi, bir də Peyğəmbər sallallahu aleyhi və səlləmin əmisi Abbas və onun ailəsi. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin yaxın qohumları onun əhl-i beyti sayılır. Başqa hədislərdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin xanımları da əhl-i beytdən sayılır. Digər bir rəvayətdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Əli radiyallahu anhunu müdafiə edir və buyurur ki, mən kuntu məvləhu fə əliyun məvləh. Kim məni dost bilirsə özünə, Əlini də dost bilməlidir. Nə badə kimsə Əli radiyallahu anhu barəsində nəysə artıq əski danışır. Sağlığında ikən cənnətlə müjdələnmiş ən əzəmətli şəxsiyyətlərdən biri olan Əli radiyallahu anhunun məqamını göstərir bu hədis. Kim bunu inkar edirsə, Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünə qarşı çıxır. Hər bir sahabənin özünə məxsus məqamı var. Əbu Bakr radiyallahu anhunun özünə məxsus məqamı var. Ömər ibn Xattab radiyallahu anhunun özünə məxsus məqamı var. Osman radiyallahu anhunun özünə məxsus məqamı var. İki qızını vermişdi Peyğəmbər sallallahu aleyhi və səlləm, ona bilirsiniz. Eləcə də Əli radiyallahu anhunun da özünə məxsus məqamı var. Bəzilər deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm cəmaatı həmin yerdə həbs edib saxlayır. Susuz vəziyyətdə qalırlar. Saxlayır və bu sözləri söyləyir. Bütün bunlar yalandan başqa bir şey deyil. Qadir sözünün ümumiyyətlə mənası ərəb dilində su axını olan ərazinin kənarıdır. Yəni sel sularının axdığı su hövzəsinə, o bitki bitən yerə qadir deyirlər. Necə ola bilər ki, adamları susuz həbs edib saxlayıb həmin yerdə? Deyirlər günorta vaxtı. Bunlar hamısı yalandır. Peyğəmbər sallallahu əleyhi və səlləm 5 gün Məkkədən həmin əraziyədək yol gəlmişdi və hər gün münasib bir yerdə saxlayıb dincəlirdilər. Sonra da yollarına davam edirdilər. Deyirlər gündüz vaxtı qaldılar istidə. Zaten onlar gecələr gedirdilər. Adət belə idi. Açıb oxuyun, görəcəksiniz. Gecə səfərə çıxırdılar, gündüzlər isə dincəlirdilər, isti idi. Həbs etmək nədir? Bəziləri bu məsələni şişirdərək deyirlər ki, vəssalam, bu dəlildir ki, Əli radiyallahu anhu xəlifə olmalı idi, hamı münafiqdir, hamı kafirdir ondan başqa, hamı xaindir, din yalnız ondan götürülməlidir, ondan və ailəsindən. Qalan bütün sahabələr kafirlərdir, münafiqlərdir. Yox, elə deyil. Düşmənlərimizin istədiyi bax budur. İslamı olduğu kimi bütünlükdə qəbul etmək lazımdır. Bəziləri İslamın bir istiqamətini götürüb digərlərini tərk edirlər. Məsələn, biri zikr məsələsini götürür, olur tərk-i dünya.
Deyir, evlənməyəcəm, çəkilirəm xəlvətə, ancaq zikirlə məşğul olacağam. Bu İslamın buyurduğu deyil axı. İslam demir ki, sən evlənmə, işləmə, heç nə eləmə, ancaq çəkil bir qıraqda, ancaq zikir elə. Zikrin də öz yeri var. Ondan sonra döyüşməyin də öz yeri var, cihadın da öz yeri var. Onda da həddi aşmaq olmaz. Əhl-i beyti sevməyin də öz həddi var. Səhabələri də sevməlisən, amma dində həddi aşmaq yol verilməzdir. Quran-ı Kərimdə də, Peyğəmbər sallallahu əleyhi və səlləmin hədislərində də bu buyurulub bizlərə ki, dininizdə həddinizi aşmayın. Bəziləri amma Əhl-i Beyt məsələsində Peyğəmbərdən də üstün tuturlar sallallahu əleyhi və səlləmdən. Hətta bəziləri Allah dərəcəsinə qaldırırlar. Bəzi ibadətlərin növlərini Allahdan yox, Əhl-i Beytin bəzi mənsublarına yönəldirlər. İslam dini bunu demir axı. Əhl-i Beyti sevmək, onlara hörmət göstərmək, ehtiram göstərmək bizim əqidəmiz olmalıdır. Kim ki bu əqidədə deyil, Peyğəmbər sallallahu əleyhi və səlləmə qarşı çıxıb aydın məsələdir, amma miqdarında. Bu olmadıqda müsəlmanlar arasında təfriqə yaranır. Həmçinin iddia edirlər ki, güya həmin gün Əli radiyallahu anhə beyət olunub. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, qalxın Əliyə beyət edin ki, məndən sonra xəlifə olacaq. Sonra da güya ayə nazil olub ki, bu gün sizin dininizi kamil etdim, sizə olan nemətimi tamamladım və sizə bir din olaraq İslamı bəyənib seçdim. Təbii ki, bu da yalandır. İttifaq olunub ki, bu ayə Ərəfatda nazil olub, Ərəfada, həc vaxtı. Bəziləri iddia edirlər ki, güya o bəlliğ mə unzilə ileykə min rabbikə li ali. Bu belə bir şəz rəvayəti gətirirlər. Bu da ki, güya uca Allah Peyğəmbər sallallahu əleyhi və səlləmə orada Qədirxumda bu ayəni nazil edib ki, dur Əli haqqında sənə nazil etdiklərimizi təbliğ elə. Bu da təbii ki, böhtandır. Quranın təhrif olunmasına etiqad etmək küfrdür. Peyğəmbər sallallahu əleyhi və səlləm Əli ilə Xalid ibn Valid radiyallahu anhuma arasındakı qənimətlərlə bağlı məsələni qeyd edib və buyurub ki, düzgün olan mövqe Əlidir. Haqq Əlinin tərəfindədir. Biz də Peyğəmbər sallallahu aleyhi və səlləmin buyurduğunu təsdiq etməliyik və edirik də. Bunu başqa istiqamətə aparmaq lazım deyil. Əgər bütün möminlərə həqiqətən bu buyurulsaydı, əmr olunsaydı, iddia olunduğu kimi nəsə xəlifə elan olunsaydı, elə bunu Ərafatda 120 min səhabənin önündə bu məsələni Peyğəmbərimiz deyərdi və hər kəs də buna şahid olardı. Niyə saxlayırdı insanlar hamısı dağılıb getsin, öz məmləkətlərinə, öz yurtlarına gəlib Qədirxumda az bir toplumun arasında bunu deyirdi. Biz çalışmalıyıq ki, müsəlmanların birliyinə nail olaq. Müsəlmanların da birliyi təfriqədən deyil, həm Əhl-i Beyti, həm də səhabələri sevməkdən, onlara ehtiram göstərməkdən keçir. Uca Allahdan diləyirəm ki, bizi Əhl-i Beyt sevgisindən və səhabələrə ehtiramdan məhrum etməsin. Və axiru də'avana enilhamdülillahi rabbil alamin.